Salam, hər birinizi xoş gördük. Bugünkü mövzumuz qüvvə qabiliyyətidir. Qüvvə bütün hərəkət qabiliyyətinin inkişaf etdirilməsi üçün vacib mühüm amil hesab olunur. Qüvvə insanın əzələ qüvvəsi hesabına xarici müqaviməti dəf etmək və ona qarşı dayanma qabiliyyəti olacaqdır. Növlərə gəlməmişdən öncə onu deyim ki, qüvvə qabiliyyətinin iki tərkib komponenti var. Ümumi və qüvvə dözümlüyü. Qüvvə dözümlüyü deyəndə davamlı yorulmadan, texniki dəyişik etmədən hərəkətin icrasıdır. Məsələn, turnikdə sallanmış vəziyyətdə bucaq saxlayıram. Burada şagirddə nə inkişaf elətdiriləcək? Qüvvə dözümlüyü. Ümumi qüvvə dedikdə bütün bizim əzələlərimiz güclü olmalıdır və bu da olacaq ümumi qüvvə. Qüvvə qabiliyyətin 4 istiqamətdə inkişaf elətdirilir. Yuxarı ətraf əzələ qüvvəsinin inkişaf elətdirilməsi, aşağı ətraf əzələ qüvvəsinin inkişaf elətdirilməsi, bədənin ön ətraf əzələ qüvvəsinin inkişaf elətdirilməsi və bədənin arxa ətraf əzələ qüvvəsinin inkişaf elətdirilməsi. Və burada o da var ki, qüvvə bir hesabına hər hansı mexaniki biometrik müqaviməti dəf etmək, hərəkəti təmin etmək qabiliyyəti kimi dəyərləndirilir. Yəni, əzələ qüvvəsi olmadan heç bir hərəkət, yer dəyişmə baş verə bilməz. Bu nöqteyi nəzərdən də qüvvə bütün hərəkət qabiliyyətlərin bazisi hesab ediləcək. İlk öncə gərək yuxarı ətraf əzələ qüvvəsini inkişaf elətdirən sizə hərəkətlərdən göstərə bilərəm ki, məsələn, paralel qollarda hərəkətlərdir, turnikdə, daha doğrusu paralel qollarda irəliləmələrdir, dayaqda irəliləmələrdir, yoldaşın ayağından tutub şagird, dayaqda irəliləmələrdir, qantillərlə hərəkətlərdir. Bunlar hər biri yuxarı ətraf əzələ qüvvəsini inkişaf elətdirəcək. Məsələn, paralel süturda dayaqda qolların bükülüb açılmasıdır, divarda dayaqdan qolların bükülüb açılmasıdır, uzanaraq dayaqda dairəvi hərəkətdir. Bunlar hər biri yuxarı ətraf əzələ qüvvəsini inkişaf elətdirəcək. Və bədənin ön ətraf əzələ qüvvəsinin inkişaf elətdirilməsi, biz ona gövdənin bükülüb açılması deyirik. Ona pris də deyirlər. Əslində kitabda yazılış forması gövdənin bükülüb açılmasıdır. Gövdənin bükülüb açılması da bədənin hansı ətraf əzələ qüvvəsini inkişaf elətdirəcək? Ön ətraf əzələ qüvvəsini. Və yaxud turnikdə bucaq saxlayırıq, oturmuş vəziyyətdə şagird ayaqlarıyla bucaq saxlayırsa, bunlar hər biri bədənin ön ətraf əzələ qüvvəsini inkişaf elətdirəcək. Və yaxud uzanmış vəziyyətdə şagird ayaqlarında topu tutur, baş üzərinə aparır, qaytarır. Bunlar hər biri ön ətraf əzələ qüvvəsini inkişaf elətdirəcəkdir. Sonra onu da deyə bilərik ki, arxa ətraf əzələ qüvvəsinin inkişaf elətdirilməsi yoldaşın ayağından tutur, arxaya enir, qayıdır. Digər gövdənin bükülüb açılmasının əksini eləyəcəksə, bu da arxa ətraf əzələ qüvvəsini inkişaf elətdirəcəkdir. Sonra burada onu da deyə bilərik ki, bədənin aşağı ətraf əzələsinin inkişaf elətdirilməsi, bədənin aşağı ətraf əzələsinin inkişaf elətdirilməsinin şəklini də mən sizə göstərəcəm. Müəllimlər. Məsələn, burada var yarım oturuşdan qaz yerişi ilə irəliləməkdir, oturuşdan əlləri boyun ardında olmaqla irəliləmələrdir, oturuşdan qurbağavarı hoppanaraq irəliləmələrdir. Bunlar da hər biri aşağı ətraf əzələ qüvvəsini inkişaf elətdirəcəkdir, müəllimlər. Qüvvə qabiliyyətinin 4 növü var. Hansıdır o 4 növ? İlk öncə biz ona baxaq. Düzdür, qüvvənin bir çox növləri mövcuddur. Amma mütəssil məktəbində 4 növü yazıb. Onlarda hər biri hansılardır, müəllimlər? Onu deyim sizə. Burada var. Gəlsin ona bax. Təkan qüvvəsi. Maksimal qüvvə sərfə tələb edərkən möhkəm itələmə və itələnməsi, bu olacaq təkan qüvvəsi. Partlayış qüvvəsi qısa vaxt ərzində maksimal qüvvə təzahür etdirmək qabiliyyətidir. Bunu biz surət gücdə də olaraq deyirik ki, qısa vaxt ərzində maksimal qüvvə təzahür etdirir. Bu olur surət güc və qüvvənin növü olaraq hansı olacaq? Partlayış qüvvəsi. Məsələn, qaçaraq uzunluğa tullanan zaman idmançı ayağın təkan brasokuna vurub qısa vaxt ərzində onu icra eləməli ki, daha uzunluğa tullansın. Yəni, gedim mən qaçaraq gedəndə gedim təkan brasokunda dayanım, sonra tullanım. Amma bu o qədər effekti olmayacaq. Qaçaraq uzunluğa tullanmaq o deməkdir, qaçaraq getdikdə təkan brasokova möhkəm təkan verdin, qısa vaxt ərzində bunu icra etdirdiyi üçün bu nə olacaq? Partlayış qüvvəsi. Və yaxud müəllimlərin işə qəbuluna da düşmüşdür ki, uzanmış vəziyyətdə dayaqdan qalxaraq əllərini bir-birinə vurub dayaqa keçmək. Burada da qısa vaxt ərzində maksimal qüvvə təzahür etdiyi üçün biz onu götürürük surət güc qabiliyyəti. Amma növ olaraq
qüvvə qabiliyyətinin növündə deyir ki, partlayış qüvvəsi nədir? Qısa vaxt ərzində maksimal qüvvə göstərmək. Sonra burada var zərbə qüvvəsi. Maksimal qüvvə sərfi tələb edərkən kəskin zərbə endirmələrdir. Ləng qüvvə isə nisbətən yavaş hərəkətlər, yəni qüvvəyə aid hərəkətlər nisbətən yavaş hərəkətlər qüvvə sərfi tələb edərkən inkişaf elətdirilir. Onu da deyim ki, qüvvənin nisbi, maksimal, partlayış, reaktivlik, surətli təzahür formaları mövcuddur. Ayrı-ayrı qüvvə növlərinin inkişafı böyüyən orqanizm yaş mərhələsindən asılı olaraq müxtəlifdir. Ümumi təhsil məktəblərində ilk növbədə inkişaf etdirilməsi ehtiyac duyulan maksimal qüvvədir. Yəni bu hər zaman yadımızda qalsın. Ümumi təhsil məktəblərində ilk növbədə inkişaf etdirilməsi ehtiyac duyulan nə olacaq? Maksimal qüvvə olacaqdır, müəllimlər.